3-cü sinif yeni riyaziyyat dərsliyi 1-ci hissə səhifə 32. Birinci tapşırığa baxırıq. Su bardağının tutumunu hər birinin tutumu 1 litr olan 3 su qabının tutumuna bərabərdir. Su bardağı neçə litr su tutur? Su bardağının neçə litr su tutduğunu tapmaq üçün deməli 3 su qabının tutumunu, hər bir su qabının tutumunun cəmini taparıq. Görün, sarı, mavi və çəhrayı rəng, səhv etmirəmsə. Üçünün də hər birinin tutumu 1 litrdir. Bu zaman üçünün də tutumunun cəmini yazaq. Bərabərdir. 1 üstə gəl, 1 üstə gəl, 1. 3. Demək ki, su bardağı 3 litr su tutur. İkinci tapşırığa baxırıq. Misalları həll edin. 11 litr üstə gəl 6 litr. 11 ilə 6-nın cəmi 17 litr. 1 litr üstə gəl 14 litr. 1 ilə 14-ün cəmi 15 litr yanında yazılır. 10 litr üstə gəl 1 litr üstə gəl 1 litr. 10 üstə gəl 1, 11 litr. 11 litr üstə gəl 1, 12 litr. 16 litr çıx 1 litr, çıx 1 litr. 16-dan 1-in çıxsaq 15, 15-dən 1-in çıxarıq 14 litr. 16 litr üstə gəl 2 litr, çıx 8 litr. Bərabərdir. 16 üstə gəl 2, 18. 18-dən də 8-i çıxarıq 10 litr. 17 litr çıx 7 litr üstə gəl 1 litr. 17-dən 7-ni çıxsaq 10, 10 üstə gəl 1, 11 litr olacaqdır. Bu şəkildə ifadələrdir. Misalı həll edirik. Vahidini də sonda yanında yazırıq. Üçüncü tapşırığa baxırıq. Səhəngdə 15 litr su var idi. Vardı 15 litr su. Səhəngdəki suyun hamısını samavara tökdülər. Hamısı. Hamısı o deməkdir ki, səhəngdə olan suyun nə qədərdirsə, onun hamısı. Yəni 15 litrdirsə, hamısı. Yəni 15 litr tökdülər samavara. Səhəngdə neçə litr su qaldı? Bunu tapmaq üçün səhəngdə olan suyun miqdarından 15 litrdən nə qədər töküblər? Hamısını. Hamısı yəni 15 litrin hamısı. 15-i çıxarıq, 15 litri çıxarıq, görək nə qədər qalır. 15-dən 15-in çıxanda 0, yəni 0 litr. Yəni səhəngdə su qalmadı. Və yaxud da səhəngdə sxemləri tamamlayın. Yenə də eyni qayda ilə cəmləri yaşıl rəngli kvadratların içərisində verilibdir. Digər kvadratlarda isə ədədlərdən biri verilib, digərini taparıq. Yəni burada yaşıl rəngdə verilən kvadratlar digər 2 ədədin cəmidir. 15, 10 və 5-in cəmi olacaq. 15-dən çıxarıq 10, qalacaq 5. 10, 10-dan çıxarıq 3, qalacaq 7. Hansı ki biz yazmışıq, onları dairəyə alıb yazıram ki, qarışdırmayasınız. 12 verilib və 10 verilib. 12-dən 10-un çıxsaq, qalacaq 2. 14 verilib və digər ədəd də 11. 14-dən 11-in çıxarıq, qalacaq 3. 16 verilib
və digər ədəd 13-dür. 16-dan 13 çıxarıq, 3 qalacaqdır. Və sonuncu tapşırığımız olacaqdır. 5-ci tapşırıq, nömrə 5, yəni bu 32-ci səhifənin sonuncu tapşırığı. Azalan, çıxılan fərq. Baxırıq. Azalan, çıxılan və fərq. Azalan və çıxılanların qiymətlərini yazaq. On dörd və 10. Sonuncular 18 və 4. Və cədvəli tamamladıq. Siz karandaşla, xətkeşlə tam səlqəli şəkildə dəftərinizə yazırsınız və qiymətlərini hesablayaq. 10-dan 4-ün çıxarıq. Azalan 10, çıxılan 4. 10-dan 4-ün çıxsaq 6. Azalan 8, çıxılan 7. 8-dən 7-ni çıxarıq 1. Azalan da 10-dur, çıxılan da 10-dur. Eyni ədəd olduğu üçün 10-dan 10-u çıxanda 0 olur. Azalan 14, çıxılan 10. 14-dən 10-un çıxsaq qalacaq 4. 15 və 13. 15-dən 13-ün çıxsaq 12. 9-dan 9-u çıxarıq 0. 18-dən 4-ün çıxarıq 14. Bilirsiniz ki, təklikdən təkliyi çıxırıq. Onluq əgər yoxdursa, onluq olduğu kimi cavabımızda yazırıq onluq mərtəbəsində. 8-dən 4-ün çıxırıq 4. Onluq da 1 idi. Qarşısında yazılıq onluq mərtəbəsinin yerində. Digər siniflər üçün və bu videoların davamı üçün kanala daxil olub baxa bilərsiniz. Zaman vahidi, saat, təkrar. Səhifə 33. Və birinci şəkilə baxırıq. Şəkildəki saat neçəni göstərir? Əgər kiçik əqrəb hansı saatın üzərindədirsə, saatı göstərir. Böyük əqrəb isə dəqiqəni göstərir. Burada gördüyünüz kimi kiçik əqrəb 8-i, böyük əqrəb isə 12-ni göstərir. Bu halda 8 tamam deməkdir. Və yaxud da belə deyək, birinci tapşırıqda gündüz saatı ilə, yəni 8 tamam, saat 8. Səhifə 33, mövzumuz zaman vahidi, saat. Mövzumuz təkrardır və birinci tapşırığa baxırıq. Şəkildə saat neçəni göstərir? Şəkildəki saat neçəni göstərir? Burada kiçik əqrəb 8-i, böyük əqrəb isə 12-ni göstərir. Bu deməkdir ki, birinci kiçik əqrəb saat əqrəbi, böyük əqrəb isə dəqiqə əqrəbidir. Və deməli 8 tamamı göstərir. Demək ki, şəkildəki saat 8 tamamı göstərir. Belə deyə bilərik. 08:00 gündüz vaxtı səhər saatı ilə, axşam saatında isə 20:00, yəni bu elektron saatı ilə və yaxud da bu şəkildə deyək. Səhər saatı 08:00, axşam saatı isə 20:00-u göstərəcəkdir. İkinci tapşırığa baxırıq. İkinci tapşırıqda aşağıdakı saatlardan hansıları saat 09 və 10:00-u göstərir? Saat əqrəblərinə baxırıq. Birinci, sarı saata baxsaq, burada kiçik əqrəb, yaşıl əqrəbdir. Kiçik əqrəb 10-u, böyük əqrəb isə 12-ni göstərir. Bu deməkdir ki, sarı rəng saatda 10:00-u göstərir. Çünki 12 bildiyiniz kimi tamamı göstərir. Sıfırlanan dəqiqəni göstərir. Və deməli, burada yaşıl rəngli saat isə bu sarı saat. Sarı rəng
saat. Digərində yaşıl rəngli saata baxsaq, kiçik əqrəb 2-ni 0, 2, böyük əqrəb 12-nin üzərindədir. Yəni 0, 0, 2, 0, 0 və yaxud da belə deyək 14, 0, 0. Yəni bu ikisi eyni vaxtı göstərir. Yəni bu yaşıl. Ancaq bizə verilənlə uyğun gəlmir. Növbəti göy rəngli saata baxırıq. Burada göy rəngli saatda kiçik əqrəb 9-un üzərindədir. 0, 9, digəri 12-nin. 0, 9, 0, 0. Yəni bu da göy rəngli. Yəni uyğun gələn, verilənlərə uyğun olan sarı rəngli saatda göstərən saat idi. Kiçik əqrəb onu göstərir. Digərində isə göy rəngli saat idi ki, orada da yəni 09:00 göstərirdi. Kiçik əqrəb 9-un üzərində idi. Digər isə qırmızı rəngli saatın üzərinə baxsaq, kiçik əqrəb 5-in üzərində. Saat 5-i göstərir. Artıq onu qeyd etmirəm, çünki bizə verilənləri artıq tapdıq. Sarı və göy rəngli saatlar 09 və 10:00 göstərir. Növbəti 3-cü tapşırığa baxırıq. Payızın sovqatı şənliyi saat 10:00-da başladı və 2 saat davam etdi. Şənlik saat neçədə başa çatdı? Gördüyünüz kimi 10:00-da başlayıbsa, 2 saat davam edibsə, yəni 2 saat sonra bitibsə, demək ki, saat göstərən tərəf 10-dur. Onun üzərinə 2 əlavə edərik. 10 üstəgəl 2 bərabərdir 12. Saat kimi qeyd eləsək, 2 saat sonra 12, yəni 12-ni göstərəndə şənlik başa çatar. Yəni 12:00-da başa çatdı. Yazılıb. Birinci sütunda verilənlərə baxırıq. 10 üstəgəl 0, 10. 15 çıx 4. 5-dən 4-ün çıxarıq 1, 11. 18-dən çıxarıq 18. İstənilən ədədin özü ilə fərqi 0-a bərabərdir. 12 üstəgəl 5. 2 ilə 5-in cəmi 7. 1 onluq 17. 11 çıx 10. 1 onluq çıxarıq, qalacaq 1. 16 çıx 2. 6-dan 2-ni çıxarıq 4. 1 onluq mərtəbəsində qalır 14. 15 çıx 1 çıx 3. Bərabərdir. 15-dən 1-in çıxsaq 14. 14-dən 3-ün çıxsaq 11. 15 üstəgəl 2 üstəgəl 1. 15 ilə 2-nin cəmi 17. 17 üstəgəl 1 18. 12 çıx 0 üstəgəl 4 bərabərdir. 12-dən 0 12 üstəgəl 4 16. 12 üstəgəl 2 çıx 3. 12-nin üstünə 2 14. 14-dən 3-ünü çıxarıq 11. 17 çıx 3 üstəgəl 4. 17-dən 3-ün çıxsaq 14. 14 üstəgəl 4 18. 16 çıx 10 çıx 6. 16-dan 10 çıxsaq, yəni 1 onlu çıxarıq, qalacaq 6 təklik. 6-dan da 6-nı çıxarıq 0. Növbəti tapşırığa baxırıq. Ulduz işarəsinin yerinə böyükdür, kiçikdir, bərabərdir işarələrindən uyğun gələnini yazın. 10 və 14. 14 10-dan böyükdür. Yəni onluq mərtəbələri eynidir. Təkliklərdən 0 4-dən kiçikdir. 0 və 3. 0 3-dən kiçikdir. 15 13. Onluq mərtəbələri bərabərdir. 5 3-dən çox olduğu üçün 15 də 13-dən böyükdür. 14 və 17. 4 7-dən kiçikdir. Ona görə də 14 17-dən kiçik olacaqdır. 18 16.
Onluq mərtəbələri eynidir. 8 6-dan böyük olduğu üçün 18 də 16-dan böyük olacaqdır. 17 və 17 eyni ədədlərdir. Biz bilirik ki, eynidirsə, onluq və təklik mərtəbələri eynidirsə, demək ki, bu ədədlər bərabərdir. Növbəti səhifəyə baxırıq. Səhifə 34. Səhifə 34-də hansı hadisə əvvəl, hansı hadisə sonra baş vermişdir? Gördüyünüz kimi saatın üzərində birinci uşaq idman eləyərkən həmin vaxtı göstərən saat kiçik əqrəb 7-ni göstərir. Yəni idman etdiyi saat 07:00 göstərir. İkincidə isə tapşırıqları elədiyi, hansı ki, məktəbdə tapşırıqları yerinə yetirdiyi saat isə dərs zamanı. Kiçik əqrəb 09:00 göstərir. Burada kiçik əqrəblərdən biri 9-un qarşısındadır, digəri isə 12. Bu deməkdir ki, kiçik əqrəbin göstərdiyi saat saat əqrəbidir. Yəni ona uyğun həmin saatı qeyd edirik. Növbəti tapşırığa baxırıq, ikincisində. Rəqs dərnəyinin məşğələsi 11:00-da başlayır. Rəqs başlayır 11:00-da. Hansı saat məşğələnin başlanma vaxtını göstərir? Yəni, əgər 11:00-da başlayırsa, saatı göstərən kiçik əqrəb 11-in üzərində olmalıdır. Bu isə gördüyünüz kimi birinci yaşıl rəngli saatda qırmızı kiçik əqrəbdir, ancaq 10 ilə 11-in arasında dayanıb, daha çox ona tərəf göstərir, ancaq sabit bir rəqəmi, daha doğrusu ədədi göstərmir. Ona görə də onu götürə bilmərik. Digərində isə qırmızı rəngli saatda kiçik əqrəb, qırmızı əqrəb 5-i göstərir. 5-in deməli üzərindədir. Bu o deməkdir ki, saat 5-i göstərir. Bu isə rəqs dərnəyinin məşğələsinin başladığı vaxtı göstərmir. Üçüncüdə isə bənövşəyi rəng saatda kiçik əqrəb, qırmızı rəngli əqrəb 11-in üzərindədir. Digər əqrəb isə 12-in üzərindədir. Kiçik əqrəb 11-in üzərində olduğu üçün üçüncü saatı, yəni üçüncü bənövşəyi rəngli saat həmin saatı göstərir. Üçüncü tapşırığa baxırıq. Misalları həll edin qeyd olunur. Və qeyd edək. 0 + 10. İstənilən ədədlə 0-ın cəmi həmin ədədin özünə bərabərdir. 10-a bərabərdir. 10 - 0. 10-dan 0-ı çıxsaq, yenə də həmin ədədin özü alınacaq. 17 - 17. 17-dən 17 istənilən ədəddən özünü çıxsaq 0 alınacaq. Növbəti 2 + 6. 2 ilə 6-nın cəmi 8. 9 - 7. 9-dan 7-ni çıxsaq 18 - 5. 18-dən 5-ni çıxsaq, 8-dən 5-ni çıxarıq 3, onluğu qarşısına yazarıq 13. 13-dən 3-ünü çıxsaq, 3 təklikdir, çıxarıq 0, 1 onluq, 10 qalar. 15 + 2. 5 ilə 2-nin cəmi 7, 1 onluq vardı, 17. 14 + 4, 1 onluq yazırıq, 4 ilə 4-ün cəmi 8, yanında yazırıq. 15 + 2 + 1. 15 ilə 2-nin cəmi 17, 2 ilə 5-in cəmi 7 olduğu üçün 17, 17 + 1, 18. 18 - 4 - 3. 18-dən 4-ünü çıxsaq 14. Yəni 8-dən 4-ünü çıxırıq 4, 1 onluq var idi, 14. 14-dən də 3-ünü çıxarıq 11. Sonuncu 16 - 5 + 2. 16-dan 5-ini çıxsaq 11, 11 + 2,
13. Yenə də sonuncu olacaqdır. Sxemləri tamamlayın. 5-ci tapşırıq. Yəni baxırıq 10. Ədədlərdən biri 9. Ondan 9-unu çıxarıq 1. Yəni bu o deməkdir ki, 10 verilən digər 2 ədədin cəminə bərabərdir. Bu ədədlərdən biri verilir, digərini tapanda həmin ədəddən çıxarıq bizə verilən ədədləri. Yəni bizə verilən ədədlərin fərqini taparıq, digər verilməyən ədədin neçə olduğunu bilmək üçün. Yəni ki, taparıq ki, ondan 9-un çıxsaq 1, yəni 1 ilə 9-un cəmi 10. Yəni bir-biri ilə toplama və çıxma əməllərindən istifadə etməklə boş qalanı hansı qiyməti olduğunu taparıq. 10, 8. 10-dan 8-ini çıxarıq 2. Digəri 12, 11. 12-dən 11-ini çıxarıq 1. 15, 13. 15-dən 13-ünü çıxarıq 2. 18-dən 17-ni çıxarıq 1.